Sual verilir ki, belə demək doğrudur. Ancaq sevgi hissinə güvənib evlənmək olmaz. Dininə bax, çünki sevgi bir müddət sonra bitir. Bu, əsasən Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünə görə və buyurur, "Fadfar bidəti-din", yəni sən din sahibini seçsən, din sahibini seç buyurur. Bu da onu bildirir ki, seçim olaraq, yəni din olarsa, digər dünyavi xeyirlər də cəm olunacaqdır. Və dinlə yanaşı digər xeyirlər də olarsa, bu daha gözəl. Gözəllikdir və yaxud dünya malının olmasıdır və yaxud əsl nəcabətidir. Amma insanın dini kənara qoyaraq bu bir məsələləri üstün tutması insana zəlillik gətirən bir işlər ola bilər. Ona görə bir sələflərdən birinə deyir ki, mən evlənən gündən bir gün görmədim. O da sual verir ki, sən nə üçün evləndin? Yəni izzət üçünmü evləndin? Deyir ki, bəli. Ona görədir. Yəni kim ki evlənir ki, yəni izzət tapsın və yaxud da varlı olduğu üçün dünya malı əldə eləsin, görsən çox vaxt əksinə olur. Amma insan dinə görə evlənəndə Allah Teala digər xeyirləri də onun üçün cəm edir.